19-cu əsr hər şey dəyişir. Avropada millətçilik dalğası yayılır. Fransızlar, almanlar, italyanlar milli miflər əsasında dövlət yaradırlar. Amma yəhudilərin dövləti yox idi. Yəhudilər köçdə yaşayıb hər yerdə antisemitizmə məruz qalırdılar. Rusiyada qırğınlar, Avropada isə yəhudi olmaq ittihamları onları qorxuya salırdı. Məşhur Dreyfus işi Fransada kapitan Alfred Dreyfusun əsassız olaraq casusluqda ittiham etməkləri və ona ömürlük həbs cəzası verməkləri onu göstərirdi ki, yəhudilər üçün Avropa təhlükəsiz yer deyil. Gənc jurnalist Theodor Herzl bunu görüb başa düşür ki, yəhudilər Avropada yaşaya bilməyəcəklər və onlara öz dövlətini qurmaq çox vacibdir. 1896-cı ildə Theodor Herzl Yəhudi dövləti kitabını yazır və bu kitabda sionizm ideyasını irəli sürür. 1897-ci ildə isə Bazel şəhərində sionist konqresi keçirilir. Theodor Herzl gündəliyində yazır: Bazel şəhərində mən Yəhudi dövlətini yaratdım. 50 ildən sonra bunu hamı anlayacaq. 19-cu əsrin sonlarında birinci aliya, yəni yəhudilərin kütləvi şəkildə Fələstin torpaqlarına köç etməsi baş tutdu. Minlərlə ailə Rusiyadan gəldi. Oradakı qırğınlardan qaçırdılar. Bir çox zəngin insanlar da bu köçdə yəhudilərə kömək edirdi. Məsələn, Edmond de Rothschild, onun dəstəyi ilə ərəblərdən torpaqlar alınıb, yeni yaşayış yerləri qurulurdu. Yerli ərəb əhalisi bunu təhlükə kimi görürdü. Torpaqlar tədricən yeni gələnlərin əlinə keçirdi. Birinci Dünya müharibəsindən sonra Osmanlı imperiyası parçalandı və Fələstin ərazisi Britaniya mandatı altına keçdi. Britaniyanın vəzifəsi bu ərazidə idarə etməni təmin etmək və həm ərəb, həm də yəhudi icmalarının maraqlarını tənzimləmək idi.